Bugünkü mövzumuz dünya çempionatıdır. Amma təbii ki, dünya çempionatında oyunların taktikasından yox, dünya çempionatının iqtisadi arxa planından danışacağıq. Bugün dünya çempionatının Amerikada keçirilmə səbəbləri, FIFA'nın bu orqanizasiyanın təşkilatçılığı, orqanizasiyanın arxasında dönən böyük iqtisadi oyunlar haqqında danışmaq istəyirəm. İlk növbədə dünya çempionatında bizə nə satıldığını bilməliyik. Dünya çempionatında nə satılır? Hamının aklına ilk gələn forma satılır, bilet satılır, reklam satılır, yayın gəlirləri satılır. Amma ki, bizim əsas bilməli olduğumuz dünya çempionatında bunlardan əlavə ən əsas satılan bizim diqqətimizdir. Bugünkü dünyada hər hansısa bir firmanın dünyadakı bütün insanların diqqət mərkəzinə girmə şansı yoxdur. Amma yəni necə? Bugünkü internet sistemində, dünyadakı bugünkü internet sistemində hər bir firma, hər bir reklam verən lokal insanlara xitab edir. Yəni ki, hər kəs sosial mediada öz akvariumun içində üzdüyünə görə hər kəsə xitab eləyə biləcək bir reklam strategiyası yoxdur. Amma dünya çempionatında bu reklam strategiyasını həyata keçirə bilirlər. Bütün dünyadan olan insanlar eyni reklamı, eyni oyunu izlədiyinə görə onlara eyni reklamı göstərə bilirlər. Bu firmalar üçün çox böyük bir şansdır və bunun da FIFA'nın da bir dünya çempionatında, bu dünya çempionatında oyun sayının 64-dən 104-ə çıxartmağının səbəbi, komanda sayının artırılmağının səbəbi də daha çox insanı futbol başına toplamaqdır. Bugün dünya çempionatı oyunlarına, yəni İngiltərədəki bir bank işçisindən Banqladeşdəki bir küçə işçisinə, Türkiyədəki bir taksicidən Cənubi Amerikadakı bir kənd təsərrüfat işçisinə qədər hər kəs eyni anda izlədiyinə görə bunun çox böyük bir reklam dəyəri olur. Məsəl üçün Super Bowl deyilən bir şey var Amerikada. Amerikan futbolunun final mərhələsinin izləyicisidir. O Super Bowl-a verilən reklamların qiymətləri çox yüksək olur. Onun da o səbəbidir ki, yəni bu Super Bowl hər kəs izləyir deyə çox yüksək reklamlar var və bu gün İngiltərədə, Amerikada dünya çempionatını, 6 həftəlik dünya çempionatını bir Super Bowl kimi verirlər və bunun çox yüksək reklam gəlirləri olur. Bu reklam gəlirləri orada arxa planda gedən o iqtisadi, yəni dünya çempionatının əsas iqtisadi damarlarıdır. Əlavə olaraq bu səfərki dünya çempionatı bütün dünya çempionatlarının fərqli olmanın səbəbi eyni anda 3 ölkədə keçirilmək və Amerikada keçirilməkdir. Çünki Amerika nəticədə kapitalizmin və bu reklam sektorunun mərkəzidir, texnologiyanın mərkəzidir, dünya iqtisadiyyatının da mərkəzidir. Ona görə dünyadakı bütün iqtisadi dönüşlər, bütün pullar Amerika iqtisadiyyatında dönür. Və ona görə daha böyük reklam paylarına sahib olurlar firmalar. Və daha böyük reklam paylarına sahib olduğuna görə daha çox oyun, hər bir oyunun öz izləyicisi var. Hər izləyicinin öz reklam dəyəri var. Hər izləyicinin izlədiyi reklamdan firmaların əldə etdiyi gəlirlər var. Buna görə də Amerika iqtisadi bazarının bu formada futbola inteqrasiya edilməyi lazımdır. İkinci olaraq Amerikada keçirilməyinin ən böyük səbəbi Amerikada əslində Amerikan futbolu deyə bir şey var. Yəni ki, bu bizim bildiyimiz futbol Amerikalılar soccer deyir və çox da məşhur deyil. Əslində doymamış bir bazara daxil olur. FIFA'nın burada pul qazanma metodudur. Doymamış bir bazar. Əlbəttə ki, dünya çempionatı Asiyada da, Avropada da, Cənubi Amerikada da keçirəndə də çox yüksək reklam dəyərlərinə sahibdir. Amma Amerikada yeni bir bazar olduğuna görə firmalar, yəni futbola reklam verən firmalar yeni iqtisadi marketə, yəni heç onların reklam vermədiyi iqtisadi marketə daxil olmanın fürsətini yaşayırlar və burada çox yüksək reklam dəyərləri əldə edə bilirlər. İkinci olaraq dünya çempionatlarında və bütün böyük orqanizasiyalarda bu sual ortaya çıxır ki, dünya çempionatı və bu orqanizasiyanı keçirən ölkənin iqtisadi böyüməsinə, ev sahibi ölkənin pul qazanmağına səbəb olurmu? Bu əslində çox önəmli sualdır və bu sualın bir cavabı yoxdur. Çox təəssüf ki, bir cavabı yoxdur. Görün, burada dünya çempionatı, ümumiyyətlə böyük tədbirlər keçirən ölkələrdə görülən gəlirlər var, görünməyən xərclər var. Görünən gəlirlər nədir? Yəni nəticədə ölkəyə çox böyük turist gəlir. Bu turistlərin otel, yəni hava limanları, otellər, bütün o ölkədəki böyük iqtisadi aktyorlar böyük miqdarda pul qazana bilirlər. Amma nəticədə bunun görünməyən xərcləri də var. Görünməyən xərclər nədir? Onun keçirildiyi şəhərin bütün tikinti, nəqliyyat, təhlükəsizlik xərcləri və bu xərclər dövlət büdcəsindən qarşılanmağı böyük problemdir. Çünki siz rəsmi olaraq özəl, yəni şəxsi bir orqanizasiyanı keçirmək üçün xalqın ödədiyi vergilərdən pul xərcləyirsiniz.
bu vergilərin, bu gəlirlərin kimin cibinə getməyini görmək lazımdır. Bu xərclər Amerika üçün deyil, başqa ölkələr üçün çox böyük yüklər gətirə bilər. Məsəl üçün Qətərdə keçirilən 2022 dünya çempionatında istifadə edilməyən futbol stadionları quruldu və bu futbol stadionları sonradan sökülərək yeri dəyişdirildi. Yunanistanda keçirilən olimpiyadada da eyni problem yandı. Yəni böyük stadionlar tikilər və bu böyük stadionlar nəticədə borc içində olan Yunanistan hökumətinin xərclərinə əlavə edildi. Amma o stadiondan sonra çürüməyə üst tutdu, çünki istifadə olunmur və öz xərclərini qarşılaya bilmir. Bu formada xərclərlə bu ölkələr qarşılaşır. 2014-cü il Braziliyadakı dünya çempionatından əvvəl də xalqın böyük etirazı var idi bunun keçirilməyinə. Çünki nəticədə dövlətin büdcəsindən qarşılanan bu xərclərin kimlərin cibinə getdiyi məlum olduğuna görə xalq heç vaxt bunun keçirilməyini istəmir. Bu formada olan xərclərin qarşılığında əldə edilən gəlirlərin bərabər bölüşdürülməmə problemi var. Bu gün əslində futbol ilk dəfə ortaya çıxanda aşağı gəlirli insanların əyləncəsi olaraq ortaya çıxmışdı, amma nəticədə bu gün keçirilən futbola əlçatanlıq problemi var, availability problemi var. Bu gün Amerikada keçirilən futbolda dünya çempionatında ən böyük problemlərdən biri bilet qiymətləridir. Bilet qiymətlərinin o qədər yüksəkdir ki, buna insanların əlçatanlığı deyil. Nəticədə Amerika bir futbol ölkəsi deyil, amma Braziliya və digər ölkələrdə keçirilənlərdə də eyni problem yaşamışdı. Nəticədə Meksikada 104 oyundan sadəcə 13 oyun keçirilir və 13 oyun az olduğuna görə Meksika əhalisi, yəni futbol Amerikalılardan daha maraqlıdır və az oyun olduğuna görə biletlərin qiyməti çox yüksəkdir və buna əlçatanlıq çox azdır Meksikalılar üçün. Yəni nəticədə bu gün futbolun bu sinif münaqişəsi yaradır insanlar arasında. Yəni bu futbola hər kəs baxmağa gedir, nəticədə onlara əvvəlki kimi sadəcə futbola baxmaq deyil, bir təcrübə satılır. Hospitality, aeroportdan qarşılama, böyük otellərdə bu xidmət, əyləncə sektoru, orada futbola baxmaq, bunlar bir paket halında satılır və bu sinifsel bir fərq yaradır. Kimisi 10.000 və 100.000 dollar aralığında bir bilet qiyməti ödəyərək stadionda futbolu izlərkən kimisi evində buna baxır, kimisi də evində belə baxa bilmir, sadəcə qaçaq saytlardan bunu izləmə məcburiyyətində qalır. Bəzilərinin buna belə imkanı olmadığı halda sadəcə futbolun qısa bir qolları izləyə biləcək YouTube videosu möhtac qalır. Yəni bu ortaya çıxdığı tarixdə daha aşağı siniflərin əyləncəsi olan futbol bu gün çox zənginlərin əyləncə və pul qazanma sektoruna dönüb. Böyük orqanizasiyalar nəticədə o keçirilən şəhərlərdə bir gəlir yaradır. Amma bu gəlirin insanlar arasında, o şəhərin insanlar arasında bölgüsü ilə maraqlanmaq lazımdır. Bəli, o şəhərdə keçiriləndə şəhərdə bir tələb şoku yarandığına görə hər kəs pul qazana bilər, amma əsas məsələ budur ki, məsəl üçün bir şəhərdə keçirildikdə böyük şirkətlər pul qazanır. Amma məsələn ev sahibi olmayan kiracı, ora çox gələn turist sayəsində öz evini itirirsə və yeni ev kiralaya bilmirsə, kiçik küçə satıcısı, kiçik mağazaları olan satıcılar bu orqanizasiyadan kənarda qalırsa, onlar gəlir əldə edə bilmirsə, şəhərə gələn yüksək gəlir böyük şirkətlər arasında bölünürsə və əhalinin ən aşağı təbəqəsinə çata bilmirsə və keçirilən orqanizasiyaya bir turist kimi belə gedə bilməyən bir şəhər əhalisi olursa, nəticədə bu orqanizasiyalar o şəhərlərə pul qazandırmır, sadəcə o şəhərlərin dövlət büdcəsi, o şəhərlərin məxsus ya bələdiyyə ya dövlət büdcəsinə sadəcə bir xərc olaraq yəni xərc olaraq görünür. Başqa heç bir onlara bir geri dönüşü olmur. Dünya çempionatının bu orqanizasiyanı həyata keçirən qurum haqqında, FIFA haqqında danışaq. FIFA çox münaqişəli bir qurumdur. Çünki FIFA dövlət deyil, beynəlxalq orqanizasiya deyil, əslində BMT kimi, NATO kimi bir qurum da deyil, amma özəl, yəni private bir qurum da deyil. Dövlət, amma ki bunların hamısının eynisidir, hamısının içərisində olan bir qurumdur. Yəni dövlət deyil, amma dövlətlərdən çox şey tələb eləyə bilir. Yəni ki bu orqanizasiyanı təşkil edən dövlətlərdən çox şey tələb eləyə bilir. Gəlir əldə edə bilir, amma vergi vermir. Bu da böyük problemdir. Çünki şirkətlər kimi vergi vermir, amma şirkətlər kimi gəlir əldə edə bilir. FIFA'nın ümumiyyətcə yəni başında olan bugünkü insanların da yəni böyük, yəni mübahisəli insanlardır. Infantino ondan əvvəl də yaşlı bir nə idi onun adı? Platter. Yəni ki onların Platterə bir dəfə dollar atmışdılar üstünə. Yəni ki bu çox adları rüşvətlə, korrupsiya ilə qarışan insanlardır və FIFA'nın keçirdiyi orqanizasiyalarda həmişə rüşvət iddiaları ortaya atılır. Yəni FIFA'nın bu formada şəffaf bir keçmişi yoxdur. Amma
FIFA'nın əldə elədiyi gəlirlərin hardan əldə etdiyini alır. FIFA'nın ən böyük uğuru bu orqanizasiyanı keçirmək deyil, buradakı müəllif hüquqları. Bax, müəllif hüquqları FIFA'nın ən önəmli əlində olan kozurdur deyə bilərik. Müəllif hüquqları nədir? Yəni World Cup dediyimiz, yəni dünya çempionatı dediyimiz bu anlayışın müəllif hüquqları sadəcə FIFA'ya məxsusdur. Və FIFA dünya çempionatı keçirdiyi hər yerdə bunun ətrafındakı, bu dünya çempionatı ətrafındakı dili öz nəzarətində saxlayır. Yəni ki, bugün dünya çempionatını keçirdiyi bir şəhərdə bir kafenin üstündəki loqonu belə FIFA nəzarət edir. O müəllif hüquqlarını pozmamalıdır. Yəni dünya çempionatının kubokunun, yəni heykəlin belə qoymaq üçün bir müəllif hüquqları haqqı ödəmək məcburiyyətində qalır firmalar. Bu yayın haqqlarının satılmağı da FIFA'nın nəzarəti altındadır və bunu o keçirdiyi dövlətlə birlikdə aparırlar və FIFA'nın ətrafdakı, yəni bu dünya çempionatı ətrafındakı dili bu qədər nəzarət eləməyi onların müəllif hüququndan çox gəlir əldə eləməyə səbəb olur. Məsəl üçün bu dünya çempionatına belə bir şey gətiriblər ki, ingilis dilində keçirilməlidir. Bütün dünya çempionatı oyundan sonrakı mətbuat konfransları ingilis dilində keçirilməlidir və hansı futbolçuydu o? Əşrəf Hakimiyə İspanca bir sual verir. Onu belə qıraqdan qarşılar. İngiliscə ver falan. Əşrəf Hakim də şey deyir. Mən İspanca bilirəm və bu cavab verəcəm. Yəni onun ətrafındakı dilə nəzarət eləmək əslində FIFA'nın əlində olan tək məhsul odur. Yəni sata biləcəyi tək məhsul o FIFA World Cup-ının müəllif hüquqlarıdır. Və oradakı bütün hər bir maskotundan tutmuş, oradakı kubokun adı, onun ətrafındakı dili formalaşdırır və bunu satır. İkinci mövzumuz son dövrlərdə çox istifadə olunan termindir. Data ekonomi deyirlər. Yəni ki, informasiya iqtisadiyyatı dediyimiz. Bu informasiya iqtisadiyyatı big data deyilən böyük şirkətlərin insanlar haqqında yığdığı məlumatları emal etməlidir. Və son dövrdə, yəni bu artificial intelligence-in bu qədər sürətlə inkişafı ilə bu böyük informasiyalar, xam informasiyaları işə yarayan bir informasiya çevirmək çox sürətli həyata keçirilir və ona görə bu dünya çempionatı bir növ, yəni kapitalizmin bu formadakı inkişafına ən böyük informasiya dəstəyi verən bir orqanizasiyadır. Bunun da səbəbi nədir? Nəticədə minlərlə insan Amerikaya, Meksikaya, Kanadaya bu oyunları izləməyə gedir. Bir insan oyunları izləməyə gedəndə nə baş verir ki, ən böyük iqtisadi gəlir metodu bu informasiyaları bilib öncəlik, yəni gələcəyi predikt eləmək, gələcəyi təxmin eləmək, insanların davranışını təxmin eləməkdən ortaya çıxır. Və nəticədə Amerikaya gedən insanlar futbola getdikdə kartla alış-veriş eləyir, bilet alır, saytlardan oyunlara baxır, restoran seçir, yemək seçir, sevdiyi futbol komandasının formasını alır. Və bunların, bu davranışların hamısı bir data olaraq onların əlinə keçir. Yəni ki, sənin nədən xoşun gəldiyi, hansı reklamı nə qədər izlədiyin, hansı reklamın hansı hissəsinə baxdın, hansı reklamı pas keçdiyin, hamısı onların əlində bir data olaraq toplaşır. Yəni sən nəticədə internetdən alış-veriş eləsən Amerikada, bunlar belə onların əlinə keçir. Plus Amerikaya getməyib bütün dünyada bunu izləyən insanların da başına eyni şey gəlir. Bugün sən internetdə girib hansı oyuna baxdığının belə informasiyası onların əlində var. Hansı komandaya azarkeşlik elədiyinin məlumatları var. Hansı futbolçunun daha çox diqqət yetirdiyin, hətta indi gözün ekranın hansı hissəsinə daha çox baxdığının belə informasiyasını əldə edə bilirlər. Nəticədə dünyadakı bu qədər insanın eyni anda eyni şeyə baxmağı və ondan əldə edilən informasiyanın bu qədər geniş çıxan informasiya o insanların hər birinə ayrı-ayrı hansı reklamlar, hansı məhsulları, hansı platformada, hansı saatda sata biləcəklərini təxmin etməyinə kömək olur. Ona görə bugün FIFA'nın keçirdiyi bu World Cup ən böyük big data-nın xam məhsulunu əldə etmək üçün böyük bir bazar əldə edir. Yəni ki, bugün keçirilən, yəni ki, bu orqanizasiya sadəcə böyük şirkətlərin gəlir əldə etmə metodudur. Yəni nəticədə dünya çempionatları bir əmək bazarının ortaya çıxmağıdır. Bəs bu əmək bazarının ortaya çıxmağının, yəni insanların əmək verərək həyata keçirdiyi bu orqanizasiyalardan əməkçilərdən çox başqalarının pul qazanmağı, yəni o dövlətlərin bir probleminə çevrilir. Bu dünya çempionatları bitdikdən sonra. Yəni dünya çempionatları və bütün orqanizasiyalar bu sual ortaya çıxır ki, keçirilən, yəni ki, bu böyük orqanizasiyalar bu ölkənin davamlı iqtisadi inkişafına səbəb olarmı? Yəni mənim buna baxışım və bir çox iqtisadçının baxışı bundan ibarət ki, ola bilməz. Yəni düzdür, bunlar qısa müddətdə tələb şoku yaradır o ölkədəki şirkətlərin iqtisadi böyüməsinə, hətta dövlətin belə GDP-sinin artmasına, yəni ümumdaxili məhsulunun yüksəlməyinə səbəb ola bilər. Amma davamlı iqtisadi inkişafın çox böyük arxa planı olmalıdır. Nəticədə davamlı iqtisadi inkişaf ölkədə hüquq,
ədalət, ədalətli vergi sistemi, təhsil sistemi, texnologiyaya yanaşma, texnologiyanın tətbiqi, iqtisadi böyümənin təməllərinin nəyə dayandığına görə dəyişə bilər. Ona görə bu formada orqanizasiyalar kiçik dönəmdə iqtisadi böyüməyə səbəb ola bilər, amma onu keçirilən ölkələrdə hətta iqtisadi geriləməyə belə səbəb ola bilər. Çünki nəticədə milli duyğular kapitalizmin sui-istifadə edə biləcəyi ən yüksək şeydir. Çünki milli duyğular çox yüksək dərəcədə yaşadığı şeylərdir və milli duyğularının bəzi problemlərin üstü də örtülə bilər. İnsanlar buna çox diqqət eləməlidir. Hamımız eyni bayraq altında bir şeyə sevinə bilərik, amma bu sevincimizin arxasında kimlər pul qazandığını diqqət eləməliyik. Bu orqanizasiyalarda gəlirlərin əldə edilməyi və gəlir bölgüsündə də böyük problem yaradır. Necə? 1 milyard dollara yaxın iqtisadi circle yarada bilən bu dünya çempionatı, əsasda 2026-cı ildə keçən dünya çempionatının əldə edilən bu gəlirlər top ən yüksəkdə məşhur futbolçular, o ölkələrin federasiyaları, ora reklam verən şirkətlər və böyük qurumların əldə etdiyi, yəni bu gəlirlərin böyük hissəsini onlar əldə edir. Çox kiçik hissəsini buna əmək verən, küçədə işləyən, bu təhlükəsizliyi təmin edən, ümumiyyətlə futbolun media sahəsini idarə edən insanlar isə çox kiçik, bu gəlirlərin çox kiçik bir qismi çata bilir. Yəni bu gün keçirilən World Cup bir növ bu dünya çempionatı bir növ milliyyətçiliklə kapitalizmin evliliyi kimidir. Yəni bizim milli duyğularımızdan istifadə edərək kapitalist şirkətlərin gəlir əldə etmə metodlarının inkişafı ilə əlaqəlidir. Təbii ki, hər kəs öz ölkəsinin, yəni ora qatılan öz ölkəsi və yaxud da azarkeşlik elədiyi bir ölkənin qoluna sevinsin, amma bir növdə arxada hansı proseslər baş verir, onları da görməyə çalışsın. Çünki iqtisadiyyatla futbol arasında böyük bir əlaqə olduğu kimi milli duyğularla da kapitalizm arasında böyük əlaqə var. Çünki heç vaxt kapitalizm içində duyğu olmayan bir şeydən pul qazana bilməz. Bu sistem bundan ibarət. Çünki insanların duyğusal olduğu anda ən yüksək xərcləmə ehtimalları ortaya doğur və buna görə də kapitalizm zaten içində duyğu olan şeyləri paketləyib bizə satmağı ilə məşğuldur. Ona görə yəni futbol izləyəndə diqqətli baxın. Futbol izlərkən bir şeyə çox diqqət edin. Çünki oyunda qazanan fərqli, iqtisadiyyatda qazanan fərqli olur. Çünki iqtisadiyyatda ən böyük mənfəət futbolu oynayanlarda deyil, futbola baxan gözlərdən əldə olunur. Burada dünya çempionatı ilə bağlı iqtisadi arxa planının artıq bitir. Son olaraq bu dünya çempionatı haqqında iqtisadi yox, oyun tərəfindən bunu deyim ki, indi bu videonu biz çəkirik və bu video Portuqaliya-İspaniya oyunundan sonra çəkilir və Portuqaliya çox təəssüf ki, məğlub oldu. Ona görə artıq dünya çempionatında azarkeşlik elədiyim bir komanda yoxdur. Amma mən öz düşüncəm odur ki, yəni oyuna baxdıqda, yəni Fransanın rəqibsiz kimi görünür Fransa. Bundan sonra qarşısında İspaniya çıxacaq. İspaniyadan sonra finala çıxır. Yəni İspaniyanın bugün Portuqaliyanın oyununa baxdıqda, yəni Fransa qarşısında şansı yoxdur. Yəni qarşı tərəfdən də ya Argentina ya da İngiltərə gələ bilər. Onların da Fransa qarşısında şansı yoxdur. Çempion Fransadır. Yəni bu dünya çempionatına xüsusi olaraq hazırlanmış bir video idi. Bundan sonra əvvəlki formada videolarımızı yenidən davam eləyəcəyik. İzləmədə qalın. Bu video haqqında da fikirlərinizi şərh bölməsinə yaza bilərsiniz. Videonu paylaşıb bəyənməyi unutmayın.